Bu dünya belə bir yerdir ki, səndən bir nemət almasa birini verməyəcək. Nəsə verilirsə dünya sənə, mütləq nəyisə alacaq. Bir nemət sənə gələndə biri də getdi, dünyəvi nemət. Bu dünya belədir. Almasa vermir, buna inanın. Çünki məhdud yerdir bura. Hər şey verə bilmir. Məhdud yerdir. Hər xoşluğunun yanında bir sıxıntısı da var. Xahiş edirəm, tanıyın da yaşadığınız yeri. Hər xoşluğunun yanında sıxıntısı var. Bir şey əldə elədin, bir şey itirəcəksən. Nəysə verdirsə, nəysə alacaq. Bunu bilin və onda halınız xarab olmayacaq. Həyatın qaydasını adam öyrənib yaşamağa başlayanda halı xarab olmur. Bir reallığı danışıram. O reallıq ki, görürük bizdən gizlədirlər. Sən hər şeyi müəyyən eləmirsən. Bu dünya xəsis dünyadır. Hər şey verməyəcəksən. Nəysə versən, nəysə əlindən alacaq. Nəysə versən, nəysə əlindən alacaq. Səni bu cür alladılar, mən sadəcə sənə olan şey deyirəm. Və sonunda niyə qanımız qaraldı ki, həyat bir şey verir, bir şey alır, yaxşılığın yanında pisliyi var filan filan. Sən dünya ilə hal tapma ki, dünya ilə hal itirəsən. Sən halvı başqa yerdən tap, o zaman heç bir şey sənin halvı korlamayacaq, əksinə daha xoş yaşayacaqsan. Sənə kim demişdi ki, bu hisslər, bu hadisələrə bağlan ki, yuxarı aşağı düşdükcə sən də yuxarı aşağı düşəsən. Sənə kim demişdi? Sənə kim bunu öyrətmişdi? Adama deyir ki, dəyişkən şeyə könül bağlama. Bilirsən niyə? Bu dünyada dəyişir hər şey, sən də dəyişirsən. Halınba belə olur, o kardioqramada baxsan, yuxarı aşağı yuxarı. Belə yaşamaq olmaz. Çünki bu dünyanın həqiqəti qeyri-sabitdir. Qeyri-sabit bir şeyə könül bağlayanda əhvalın qeyri-sabit olacaq. Adam var ya, qeyri-sabitdir də halı. 5 dəqiqə qabaq sevinir, 10 dəqiqə sonra yerə görür. Qəm çəkir, ah çəkir. 5 dəqiqə sevinir. Çünki qeyri-sabit bir dünyaya meyllənib, bağlanır. O da səni qeyri-sabit hala salır. İstəyirsiniz biləsiniz, kim cənnətdə olacaq? Kim axirətdə çox ləzzət alacaq? Baxın, dünyada kim çox ləzzət alır, axirətdə də çox ləzzət alacaq. Dünyanın axirətin içindədir. Nə qədər ah-nalə içində, zəhrimar, acı zəhrimar içində yaşayırsansa, axirətində bərbaddır. Belə müəyyən edin. Nə qədər ləzzətlidir həyatın, bir o qədər orada da daha ləzzətlidir. Nə qədər xoşdursa, bir o qədər də orada daha xoşdur. Çətinliklərimizə görə günahkar axtarmayaq. Ona görə oldu da, filan kəsə görə oldu da. Ola bilər, o günahkardır. Adamlar bir-birini çətinliyə sala bilir. Amma bir Allahı da gördü bu işlərin arxasında bir Allah da var ya, onun sözü nədir? Hey, onun bunun üstünə həyat çətinliklərini yıxıb özünü məsuliyyətdən uzaqlaşdırma. Bəs Allahın sənlə nə işi var? Dünyanın reallığını qəbul eləmək lazımdır. Kaş belə bir ruhiyyədə olardım mən, biz hamımız. Ki, çətinlik gəlirdi, sənin növbəndindir, gəl görək səninlə nə edirik. İki növbə gəlir, gedir. Sən də anasan hazır vəziyyətdir. Deyəsən, xoş gəlmirsən, görünmür sənlə nə edeyim, təslim yox, Mən problemə təslim olmaqdan danışmıram. Mən çətinliyə təslim olmaqdan danışmıram. Əksinə, çətinliyi həll eləmək üçün əvvəl onu aram qəbul eləməlisən ki, aramdır, ağlın başında onu həll eləyə bilər. Problemi həll eləyin, çətinliklərlə mübarizə aparın. Sadəcə əhvalınızı körləməsin ki, daha yaxşı mübarizə apara biləsiniz. Bəla ilə qarışıb, deyir, mayası bəla ilə yoğrulan yerdir, dünyanı deyir. Elə bir evdir ki, bəla ilə qarışıb, çətinliklə qarışıb, vəfasızlıqla tanınıb. Məşhurdur dünya vəfasızlığı ilə. Niyə çətinlik var? Niyə var? Dedik, insan bərabərdir çətinlik. Nə mənada? Niyə? Ona görə ki, deyirik, insan azad varlıqdır. Azad varlıqdır. Necə yəni azad? Yəni seçim edə bilir. Seçim üçün nə lazımdır? Ziddiyyətli istəklər. Deməli, insanın istəkləri bir növdən deyil hamısı ki, istədiyiniz, yox, mütləq və mütləq ziddiyyətli istəklər var. Seçəndə birini, o bir istək adam əziyyət verir. İkisini də eyni zamanda seçəmirsən. Birini seçirsən, bir istəyin olmur mütləq. O olmayan başlayır sənə əziyyət verməyə. Allah da deyir ki, düz seçim elə, düz seçim elə. Düzünü seç, o biri sənə əziyyət verəndə sən o əziyyətdən böyüyəcəksən. Çünki sən böyüməyə gəlmirsən. Böyüdükcə şad yaşayırsan. Böyüdükcə də böyük Allaha yaxınlaşırsan. Dünyaya deyib bağlanma, qəminə, qüssəsinə bağlanma. Dünyaya adam bağlansa, bugünün şad günü var ha. Qorxu şad gündən, nə üçün? Dünyaya bağlı adamın bugünün sevincli bugünü, gələcəyin nostaljisidir. Günlərimiz vardı. Bütün günü
Bugün ləzzətliyə, ləzzətlidirsə, dünyaya bağlı adam heç nuşcanlıqla dünyanın xoş gündən də bəhrələnə bilmir. Bil ki, bir gün gələcək, həsrətlə baxıb o günü yad edəcəksən, keçmişlə yaşayacaqsan həmişə. Başa düşün. Bugün nə qədər şadsansa, bir o qədər şad günün dağı çox olur adamda, dünyaya bağlı adamda. Fikir verin, bir zaman şöhrətin pikində olan insanlar şöhrət nərdivandan düşüblər yerə, yaşlaşıb. Məsələn, bir zaman bilir, sənin də vaxtların vardı, Allah, o vaxtlar vardı. İndi baxsan necə, bütün keçmişi günlərimiz var, ancaq qəmə çevrilib. Şadlıq başlayır sənə qəm verməyə həyatın bir mərhələsində, əgər bağlısansa. Amma bağlı olmayan adam yox. Bağlı olmayan adam elə o vaxtı nədən ləzzət alır, indi ondan ləzzət alır. Onu hadisə sevindirmirdi ki, hadisə indi yoxdur, qəmlənsin. Bir vaxtı çıxırdım səhnəyə, alqışlayırlar, indi qapımı döyən yox. Bunu əvvəldən bilməliydin. Nə alqışlayanda səni sevinməliydin, nə bugün qapı döyməyəndə qəmlənməlisin. Bilməliydin ki, bu alqış boş şeylərdir, pus şeylərdir. Kütlənin də tarixən işi bu olur ki, başının üstünə qaldırıb vurub ayağının altına. Vəfalı adamlar az olur. Axıra qədər diyansın. Məsum Əliyə vəfa eləməyən dünyadır. Məsumlara. Sən nə üçün şöhrətin pikində olanda şad idin ki, indi səni sayan yoxdur, qəmlisən. Deyir, mənə vaxtı vardı, pulum var idi, filan, dostlar indi. Belədir də, düz deyir, amma ki, vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bir vəfa dünyada gördüm, bir vəfa gördüm. Adı bir vəfadır və hər şeydə burada olan, demir, amma insanların hamısından şübhələnir. Vəfalı dostlar da var, heç zaman insanı tərk eləməyən insanlar da var. Yəni, nə demək istədiyimiz, zatı belədir dünyanın. Zatı belədir. Bəzən vəfalı dost da bir şey eləyə bilmir, əlindən bir şey gəlmir. Elə məqamlar da olur, elə momentlər də olur. Allah da dünya çox müvəqqətidir, deyir, bu belə bir yerdir ki, bura çox müvəqqətidir, burada birində olacaq, birində olmayacaq. Buradan görə dava eləyən, etiraz eləyənəcən, elə görürsən, qutarır, düşmək vaxtıdır. Bunun dərdindən hələ bir qəmə düşəsən, problemindən. Bura məhduddur, qısadır, qısa müddətlidir. Ağıllı adam bu şeylərə görə narahat olmaz, etiraz eləməz. İnsansansa çətinlik çəkməlisən. Müxtəlif içində istəklər var, əziyyət çəkməlisən, bir olacaq, bir olmayacaq və inkişaf eləməlisən. Keçən dəfə bir şey də dedi. Dedi, insan əziyyət çəkməyən də xarab olur. Xarab olur. İnsan ki, əziyyət çəkmədi, əti qoyarsan, qalar xarab olar, sən soyuducudan çıxardarsın. İnsanın soyuducusu o çətinliklərin içində fəaliyyətdə olmaq. Elə ki, bekar oldu, bekar uzun müddət qaldısa xarab olur. Ruh xarab olur. Allahın zəhləsi gedir. Sağlam bekar adamlar. Sağlam amma bekar adamlar. Pensiyaya çıxmışam deyir, oturub evdə bütün. Çıxmısan pensiyaya, yaxşı pensiya alsan, lap yaxşı. Çıx evdən, get bir şey, get yer belirlə. Yaşlı adamsan, get bir bağda işlə, bir yerdə. Deyir ki, bekar adamdan Allahın acığı gəlir. Nə olur olsun. Get küçədən bir şeylə, bir iş tap özün üçün. Özdə ancaq qazanc üçün işləməsi, bu nə mədəniyyətdir gəlib bizim canımıza xora kimi düşüb ki, ancaq qazanc üçün adam işləyər. Qazanc üçün işləyərlər, pul gətirərlər, ibadətdir qazanc üçün işləmək. Amma ondan əlavə də nəsə elə. Yaxud da indi qazancın yoxdur, bekar evdə oturmuşsan, dəfələrlə bunu demişəm, mənə deyirlər ki, bu dəli olub yəqin ki. Demişəm ki, bekarsan onsuz da, get pulsuz işlə bir yerdə. Bilən mənə maaş lazımdır. Gör Allah ömrüvə bərəkət verir yoxsa yox, gör ruzu tapırsan yoxsa yox, gör Allah sənə iş göndərir yoxsa yox, heç kəsi yox. Tapamırsan, onsuz da bekarsan, dur get, gedirəm, küçəni süpür, özün. Bir sındır da özünü, getlə bir yerdə, görürsən biri yer belirləyir, parkda deyirəm, ver mənə, mən sənə kömək eləyim, heç də istəmirəm, maaşını sən al, mən eləyim. Misal üçün deyirəm, bu qədər faydalıdır insan üçün. Allah da yetirər. Qiyamət günü ən ağır hesab verən adam. Hesab kitabı sorğu-sualı ağır olan adam kimdir? O adamdır ki, iş görə bilərdi, görmür. İşləyə bilib işləməyən, şərait olub işləməyən, nəsə eləyə bilib eləməyən insanların qiyamətdə hesab kitabları ağır. Zamanda insan özü də özünü zəhmətə verməyə hazır olmalıdır. Biz sirri fironluq eləyək. Rahat oturaq, ayağımızı uzadaq, yaşayaq elə.